Sinema Radyo. Hörmətli dinləyicilər, Dost Sinema rubrikasına keçid aldıq və bugün qonağımız rejissor, Nəsil Yaddaşı sənədli filminin ssenari müəllifi və eyni zamanda rejissoru Babək Abbaszadədir. Babək bəy, xoş gəldiniz. Xoş gördük. Babək bəy, bizim bir ənənəmiz var. Rejissor Babək Abbaszadə özünü dinləyicilərimizə və eyni zamanda tamaşaçılarımıza necə təqdim edərdi? Mən Babək Abbaszadə 1993-cü ildə Bakıda anadan olmuşam və 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuşam kino ixtisası üzrə. Kurs rəhbərim xalq artisti mərhum rejissorumuz Eldar Quliyev olub və 2016-cı ildən kino sahəsində fəaliyyət göstərirəm, əsasən sənədli filmlər üzrə. Televiziyada fəaliyyətim olub, digər sahələrdə fəaliyyətim olub, məsələn, tərcümə fəaliyyəti ilə məşğul olmuşam və s. yəni uzatmaq da olar siyahını. Hardan yaranıb ümumiyyətlə rejissorluğa belə həvəs? Bu konkret olaraq bir Azərbaycan filmindən qaynaqlanır, daha doğrusu Azərbaycan rejissorundan. Məni tanıyan hər kəs demək olar ki, bilir, ətrafımda olan hər kəs bilir. Belə mənim üçün çox böyük bir rejissor, dahi hesab edəcəyim bir rejissor Tofiq Tağlızadə və onun yaradıcılığı mənə böyük təsir edib. Mən ilk əvvəl bilmirdim ki, onun hansı sahəsinə müraciət edəcəm, amma bilirdim ki, bu mənə yaxın bir şeydir və ilk o qığılcımları Tofiq müəllimin yaradıcılığı yaradıb. Təbii ki, əvvəlcə belə əyləncə kimi hər kəs kinoya yanaşır. İlk dəfə Tofiq müəllimin yaradıcılığıyla tanış olandan sonra mən anladım ki, bu nəsə ciddi bir sənətdir, yalnız əyləncə deyil. Məsələn, hansı filmdən söhbət gedir? İlk olaraq bu qığılcımı yaradan Uzaq Sahillərdə film oldu. Uzaq sahillərdən sonra yəqin ki, artıq o həvəs yarandı sizdə və başladınız rejissorluqla maraqlanmağa. Bax, ilk işiniz necə yadınızda qalıb? Mənim ilk işim o zaman belə bir mənim şansımdan ilk dəfə Azərbaycanda və son dəfə keçirildi. Birinci Bakı Beynəlxalq Uşaq Kino Festivalı bu 2007-ci ildə olub. Onda mənim 13-14 yaşım var idi. Mən o festivalı böyük bir həvəslə qatıldım. Düzdür, çəkdiyim film çox primitiv idi, çox o qədər də keyfiyyətli bir həll yox idi orada, amma hər halda cəhd idi. İlk addım kimi, yəni maraqlı idi mənə elə gəlir. İlk təkan idi və o festivaldan sonra davam etdi yaradıcılıq. İkinci festivala hazırlaşdım. Təəssüf ki, ikinci festival keçirilmədi. Amma bir neçə il sonra artıq ixtisas seçimi ilə bağlı mən Mədəniyyət və İncəsənət Universitetində bu ixtisasa gəldim. Primitiv deyirsən, maraqlı idi. Mövzu nə idi? Mövzu da bir bədii, bir sənədli film təqdim etmişdim. 3 dəqiqəlik bir film idi. Məktəb hadisələrindən bəhs edirdi. Digər filmdə elə Tofiq müəllimin yaradıcılığı haqqında idi və festivala da həmin film düşmüşdü. Babək bəy, gəlin biraz Nəsil Yaddaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin post-production mərhələsində olan filmləri dəstək çərçivəsində ərsəyə gələn bu filmdən danışaq. Filmin yaranma ideyasından gəlin danışım sizə. Filmin yaranma ideyası mənim uşaqlıq dövrümə gedir çıxır. Təxminən mənim 6-7 yaşım olanda İsmayıllı rayonunda filmin mövzusu ilə yəqin tanışsınız. Film İsmayıllı soyqırımından bəhs edir. İsmayıllı rayonunda ailə üzvlərimizlə bərabər bir yaxınlarımızın məzarlarını ziyarət edərkən mənim nənəm, yəni biz ailədə hörmət əlaməti olaraq ana deyə müraciət edirik. O belə bir söz işlətdi. Bu filmin proloqunda və epiloqunda gördüyümüz məzarı göstərdi və dedi ki, bu da bizim təxmini yadımda qalıb qohumumuzdur, hansısa bir yol necəsə və onu 18-ci ildə ermənilər qətlə yetiriblər. Bu faktı mənə dedi uşaqkən, mənim yaddaşıma, hafizəmə həkk olundu. Amma mən o zaman heç bir sual vermədim. Amma məndə böyük bir maraq yarandı. Sual yarandı ki, 18-ci ildə ermənilər İsmayılda nə edirdi? Uşaq idim, bu sualı vermədim. İllərlə bu mənim yaddaşımda, hafizəmdə həkk olundu. Sonradan uzun illər keçdi. Bizim ailəmiz çalışdı ki, bu məzarı necəsə ictimailəşdirsin.
və o zaman sosial şəbəkə yox idi, telefonlar başqa formada idi və ali media orqanı televiziya idi və qəzet və jurnallar idi. Necəsə nail ola bilmədilər bunun üzə çıxarılmasına. Sonradan ailə üzvlərimizdən biri bu məzarın fotosunu həmin dövrün tədqiqatçısı olan Solmaz Rüstəmova Tohidiyə təqdim etdi. Mən dəqiq bilmirəm, o bunu istifadə etdi hansısa nəşrlərdə, elmi məqalələrdə bilmirəm, amma son nəticə belə oldu. İllərlə bu mənim hafizəmdə həkk olmuşdu, qalmışdı və nəhayət Qarabağ səfərimizdən sonra, 44 günlük zəfərdən sonra mən qərara gəldim ki, həm Qarabağ mövzusunu, həm 18-ci il soyqırımını bir filmdə birləşdirim və filmdə elə bu şəkildə reallaşdı. Neçə dəqiqəlik filmdir? Film 40 dəqiqədir. Gəlin etiraf edək ki, müxtəlif dövrlərdə xalqımıza qarşı törədilmiş terror əməlləri, onların qurbanları haqqında filmlər çox çəkilib. Bu film hansı xüsusiyyətləri ilə fərqlənir? Filmlər əslində daha çox televiziyalarda çəkilib. Kino sahəsində isə məncə 18-ci soyqırımı çox az toxunulub. Mən xatırlayıram bir mərhum rejissorumuz Ələkbər Muradovun filmini Yaddaşın Rəmzi və Mehriban Ələkbərzadənin bir neçə seriallıq filmi çəkilmişdi. Başqa üçüncü film nəsə xatırlamıram. Bizim filmin özəlliyi odur ki, burada ilk dəfə olaraq tarixçilər danışmır, tədqiqatçılar danışmır. Film adından da göründüyü kimi nəsil yaddaşının üzərində qurulub. Yəni insanların biz birbaşa müraciət elədik soyqırım şahidi olmuş insanların ailələrinə. Yəni onlar bu hadisələri ailə içində danışıblar, nəsildən nəsilə bu söhbətlər ötürülüb və biz həmin hadisələri ekrana gətirdik. Bir növ tariximiz qarşısında borcumuzu yerinə yetirdik. Mövzu etibarilə də İsmayıllı soyqırımı çox araşdırılmayıb. Əsasən məşhurdur, Bakıda baş vermiş hadisələr, Qubada bir neçə il əvvəl Qubada kütləvi məzarlıq da aşkar olundu, sonra memorial kompleks inşa edildi orada. Amma İsmayıllı soyqırımı o qədər də məşhur deyildi. O baxımdan hər tərəfli bu ilk dəfə toxunulmuş mövzudur. Filmin istehsalat prosesindən bizə danışın. Çəkilişlər əsasən harda aparılıb? Məsələn, yaradıcı heyətdən danışa bilərsiniz. Filmin çəkilişləri Bakıda və İsmayıllı rayon kəndlərində aparılıb. Əsasən Tircan, Maçaxı, Diyallı, Hacı Hətəmli və Talıstan 5 kənd filmdə toxunulur və bir neçə kəndə də ümumi olaraq toxunulur söhbətlər əsnasında. Və yaradıcı heyətimiz əslində kiçik komanda ilə başlamışdıq. Sonradan post-production mərhələsində komandamız genişləndi. Filmin operatoru Bulud Quliyevdir. Biz onunla bir dövrdə təhsil almışıq, amma bu vaxta qədər bir 10 il müddətində qismət olmamışdı birgə çalışmaq. Nəhayət ki, bu filmdə çalışdıq. Filmin prodüseri Ramil Ələkbərovdur, istehsalçısı Kinobiz Film şirkətidir. Montaj rejissoru Rıza Əsgərovdur, səs rejissoru Mehman Nadirovdur və siyahını uzatmaq da olar. Filmin adı kim düşünüb? Ad məndən gəldi, çünki konsepsiya bundan ibarət idi. Nəsil yaddaşı, nəsildən nəslə ötürən xatirələr. Bir növ şifahi xalq ədəbiyyatımız necədirsə, yəni dildən dilə ötürülən dastanlar, müxtəlif hekayələr sonradan yazıya alındı. Bizdə də yazı formasında yox, sənədli film formasında öz tariximizi həkk elədik sənədli kino ekranına. Hansısa çətinliklər oldu çəkiliş prosesində? Çəkiliş prosesində həmişə çətinliklər olur müxtəlif formada. Burada daha çox ən çətin o idi ki, yəqin razılaşarsınız, bir 20 il, 30 il əvvəl baş vermiş hadisəni araşdıranda artıq görürsən ki, müəyyən insanlar həyatda yoxdular, çətinlik çəkir insan. Amma burada 100 il keçib və 100 ildən də artıq vaxt keçib, heç kim yoxdur. Sənədlər yox dərəcəsindədir, çox azdır, fotolar azdır və onların hamısı da İsmayıllı rayonunu əhatə etmir. Ümumi Şamaxı qəzası deyilirdi o dövrdə. Və bu insanları, ailələri tapmaq çox çətin idi. Adətən belə mövzular olanda müəyyən müəllimlər, kənd müəllimləri, rayonun tədqiqatçıları, mövzunu araşdıran insanlar, kitab müəllifləri danışırlar. Bizdə isə bu məhdudiyyət də var idi. O da məndən irəli gəlirdi. Yəni bunları da biz bir növ yaxın qoymurduq. Sırf ailələrin nəsildən nəslə ötürülən xatirələri əks olmasını istəyirdik. Ona görə bu ailələrin tapılması çox böyük çətinlik yaradırdı, amma elədik. Babək bəy, oldu elə məqamlar ki, siz onları canlandırmaq istədiniz, amma alınmadı?
Bir epizod olmuşdu, bu baş tutmadı. Demək istəməzdim hansı epizoddur. Çünki mən sonradan düşündüm ki, bu elə zərurətli, yəqin ki, yaxşı ki alınmayıb. Filmin indiki variantı ilə mən çox razıyam. O səhnənin çəkilişi ondan əvvəlki səhnəmiz uzandığına görə qaranlıq məqamına düşdü. Ona görə çəkmək mümkün olmadı. Amma yaxşı ki alınmadı hesab edirəm. Nə maraqlı. Maraqlı yanaşmadır əslində və düz yanaşmadır. Film beynəlxalq film festivallarında uğurlar qazanır və qazanmaqdadır. Ümumiyyətlə, əcnəbi tamaşaçı bu filmi necə qarşılayır və nə üçün sizcə maraqla qarşılayır bunu? Film bir neçə beynəlxalq festivallarda iştirak edib, təxminən 10-a yaxın və ondan artıq demək olar festivalda müsabiqənin seçim proqramına düşüb, nümayiş olunub uğurla. Burada Türkiyə var, İtaliya var, Pakistan var, Ekvador var, Nigeriya var, bir neçə başqa ölkələr də var. Amma 3 festivalda qalib olub. Bunlar Pakistanın 2 festivalıdır. Biri Iconic Indie Beynəlxalq festivalı, biri Peşəvər Beynəlxalq film festivalı. Bu 2 festivalda ən yaxşı sənədli film nominasiyasında qalib olub və bir festivalda bu yaxınlarda iyul ayında İtaliyanın Bracciano Beynəlxalq film festivalından xoş bir xəbər oldu mənim üçün. Ən yaxşı qısa mesajlı sənədli film rejissoru kimi mənə mükafat təqdim olundu. Xoş idi təbii ki. Mən hesab edirəm ki, biz filmimizlə tək özümüzü deyil, ölkəmizin adını təmsil edirik və eyni zamanda bu filmin mövzusuna yanaşsaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırırıq. Babək bəy, mən bilirəm ki, sizin çoxlu sənədli filmləriniz var. Belə bir fikir hökm sürür ki, əslində bütün filmlərində rejissorun dəsti xətti bilinməlidir. Amma eyni zamanda bir film digərindən fərqlənməlidir. Bu fikri necə izah edərdiniz? Mən öz yaradıcılığımdan yanaşacağam buna. Mənim yaradıcılığım üçün qırmızı xətt, yəni əsas vacib nöqtə odur ki, mən həmişə mövzu seçəndə kölgədə qalmış mövzuları seçirəm. Heç kimin toxunmadığı, heç kimin film çəkmədiyi mövzuları seçirəm. Eləcə də portret filmlər olanda kölgədə qalmış insanları həmişə işıqlandırıram. Əsas cəhət mənim yaradıcılığım üçün budur və elə nəsil yaddaşı da istisna deyil. Bəs hansısa film layihələri varmı gələcəkdə düşünürsünüz? İdeyalar çoxdur. Təbii ki, bütün yaradıcı insanlar daim axtarışdadır. Müxtəlif ideyalar olur. Mən düşünürəm ki, ən vacibi odur ki, bu ideyalar içərisində sən ən vacibini düzgün seçib tapasan. Çünki sən həyatının hardasa yarım ilini, bir ilini bu mövzuya həsr edəcəksən və o dəqiq seçilməlidir o mövzu. Hal-hazırda da bir film montaj mərhələsindədir. Düzdür, rejissoru mən deyiləm, ssenari müəllifiyəm. Filmin rejissoru da tanınmış bir rejissorumuzdur. Ümid edirəm ki, yaxın vaxtlarda hazır olacaq və tamaşaçılar o filmi də izləyəcəklər. Tam metrajlı sənədli filmdir. Mənə gəlir maraqlı olacaq. Bu sizin zövqünüzdənmi irəli gəlir sırf sənədli filmlə məşğul olmaq? Niyə məhz bu janrı seçmisiniz? Belə alınıb əslində. Yəqin ki, bədii filmlərə də müraciət olacaq. Animasiya sahəsində də ssenarilərim var əslində. Düzdür, hələ istehsal olunmayıb. Kinonun müxtəlif istiqamətləri mənim üçün maraqlıdır. Amma sənədli kinoda hələ ki özümü realizə edə bilmişəm. Yəqin ki, başqa istiqamətlərdə də olacaq. Sizcə bu sənətdə təhsil önəmlidirmi? Mənə elə gəlir ki, önəmlidir. İstənilən sahədə olduğu kimi. Yəni, həvəskar formada nələrsə edə bilərsən. Necə ki, mən uşaq festivalında iştirak etdim uşaqkən. Amma kino mühiti başqadır və mən öz müəllimim, Eldar müəllimin timsalında kinonun nə demək olduğunu peşəkar səviyyədə bildim və bu çox böyük bir təcrübə idi. Mən daim Eldar müəllimi xoş xatirələrlə anıram və çox istərdim ki, o nəslin ənənələri davam eləsin. Kinonun nə olduğunu dediniz. Kino sizin üçün nədir? Kino mənim üçün seçimdir, seçim olub və özünü ifadədir. Belə qısaca belə deyərdim. Tam olaraq necə düşünürsünüz? İfadə edə bilmisiniz, yoxsa hələ öndədir? Hər bir filmdə insanın narazı qaldığı məqamlar olur və filmdən filmə çalışırsan ki, o müəyyən məqamları düzəldəsən.
filmdən özündə inkişaf görürsən, özünə tənqidi də yanaşmaq lazımdır. Tənqidi yanaşanda da inkişaf olur. Mövzular da müxtəlifdir, mövzudan mövzuya dəyişir və hər mövzuya sənin öz yanaşman olmalıdır. Başqa bir rejissorun bu və ya digər mövzuda çəkdiyi bir şeyi təkrarlamaq istəyirsənsə, o mövzunu heç çəkməsən daha yaxşı olar. Bir çox rejissorlar sənədli filmi məhz maliyyə cəhətdən daha uyğun olduğu üçün seçirlər. Siz necə, məsələn, maddi tərəfdən dəstək olsa, necə bir film ərsəyə gətirmək istərdiniz ki, Azərbaycan tamaşaçısı məhz buna baxmalıdır? Necə bir film olmalıdır? Mövzusu filan varmı fikrinizdə? Bir neçə layihə var, elə sənədli layihə də var, bədii layihə də var. Yəqin ki, bədii layihə bu qısa metrajlı film olacaq mənim üçün. Müəyyən ssenari üzərində işləmələr də olub. Yəqin ki, nə vaxtsa imkan düşəcək bu layihələri reallaşdırmağa. Belə. Babək bəy, bu film, Nəsil yaddaşı filmi, dəstək nəticəsində, post-production mərhələsindən filmləri dəstək çərçivəsində ərsəyə gələn bir filmdir. Bəs sizin özünüzün filminiz varmı? Ondan danışın bizə. Bəli, bundan əvvəlki film sırf yəni heç bir studiyanın istehsalı olmadan ərsəyə gəldi. Həmin dövrdə Arkanın Kino Agentliyinin yenicə təşəkkül tapmağa başladığı dövr idi. Hələ filmlər istehsal olunmurdu. Ona görə post-production müsabiqəsi yox idi. Bu film Tanrının Xilas Əli adlanırdı. Həmin film 2023-cü ildə istehsal olundu. Film deməli 1958-ci ildə Bakıda belə bir hadisə baş verib. Tofiq Hüseynov adlı gənc bir yeniyetmə oğlan yay fəslində çimərlikdə dənizə atılıb və boğulmaqda olan uşaqları xilas edib və özü də qəhrəmancasına həlak olub. Film bu haqqdadır. Vaxtilə 1972-ci ildə rejissor Eldar Quliyev bu mövzuda bədii film çəkmişdi, Var olun qızlar filmini. Amma sənədli film yox idi. Ümumiyyətlə o mövzu unudulmuşdu, bu şəxs unudulmuşdu. Bir növdə burada rolu var idi. Həmin qəhrəmanı Sovet mətbuatı daha çox pioner hərəkatının fəalı kimi qələmə verirdilər. Amma mənim qənaətim qəti idi ki, bu insan pioner olduğunu qəhrəmanlıq anında düşünməyib, o bir insan kimi hərəkət edib, cəsarət göstərib və onu kinoya gətirmək lazımdır. Biz həmin filmdə çox maraqlı iki tərəfin fikrini işıqlandırdıq. Orada həm Tofiq Hüseynovun ailə üzvləri öz fikirlərini bölüşür, hadisə necə yadlarında qalıb onu danışırlar. Eyni zamanda Tofiq Hüseynovun xilas etdiyi qız, o zaman 17 yaşı olan Şəhla xanım filmdə artıq 80-dən yuxarı yaşı var idi. O necə xilas olunduğunu danışır. Mənə gəlir ki, bunlar çox unikaldır, xüsusən indi, çünki Şəhla xanım artıq həyatda yoxdur, amma filmdə qaldı. Gələcəkdə bu mövzunu kimsə araşdırmaq istəsə, artıq Şəhla xanımın fikirləri ilk dəfə o filmdə səslənib. Bir rejissor üçün, məsələn sizin üçün Babək Abbaszadə üçün ən sevdiyiniz film varmı indiyə qədər çəkdiyiniz? Yoxsa hələ düşünürsünüz ki, yox, mən onu çəkəcəm, ürəyimdədir. Mənə əvvəllər çox qəribə gəlir ki, rejissorlar həmişə bu suala cavab verirlər ki, bütün filmlərim mənə əzizdir, doğmadır və bir növ məni qıcıqlandırırdı tamaşaçı kimi. Qeyri-səmimidir sanki, hə? Tamaşaçı kimi məni qıcıqlandırırdı ki, axı mənim bu rejissorun filan filmi xoşuma gəlir, nəyə görə o filmin adını çəkmədi? Amma sonra illər keçdikcə mən bu prosesi özüm keçəndə başa düşdüm ki, bu söz niyə deyilir? Çünki sən həmin filmlərin hər birini sıfırdan, heç bir şey olmadan, ideya səviyyəsində başlayırsan, zaman-zaman onu təkmilləşdirirsən, ssenari halına gətirirsən, bir neçə mərhələdən keçirirsən, hadisələri öz daxilindən keçirib ekrana gətirirsən. Bütün o mərhələləri keçəndən sonra film yekunlaşır və mümkün deyil ki, o sənin daxilində heç bir iz qoyub getməsin. Ona görə də bax, səbəb bu imiş. O rejissorların dediyi ki, hər bir film əzizdir. Amma mütləq ki, aralarında biri seçilir biraz.
Yəqin ki, bu növbəti film olar. Çünki üzərində işlənən iş həmişə növbəti iş olur. Ən əziz insana o olur. Mən bilirəm ki, siz dəfələrlə müxtəlif media orqanlarında, qəzet və jurnallarda işləmisiniz, yazılarınız çap olunub. Hətta bəstəkar Oktay Rəcəbovun Atatürk operasının libretto müəllifisiz və siz tərcümə işi ilə də məşğul olmusunuz. Bu praktikanızdan da danışın. Hansısa kitablar, düzdür? Bir neçə kitab şəxsi təşəbbüsümlə tərcümə olunub. Mən Azərbaycan dilini çox sevirəm və hesab edirəm ki, bu işlə Azərbaycan dilinə, xüsusən bu gün dilimizə xüsusən kənar müdaxilələr çox olan bir dövrdə Azərbaycan dilində bir neçə kitab miras qoymaq biraz təntənəli səslənməsə də çox xoş bir hissdir mənim üçün. Birinci kitab bu Robert Blochun əsəri idi. Psixo, məşhur Alfred Hitchcock rejissor, onun əsasında dünya şöhrətli filmini çəkmişdi, Eyni adlı filmini. Sizin öz təşəbbüsünüz idi bunu tərcümə eləmək. Niyə məhz Psixo? Bu da uzun bir proses oldu, həmin əsər seçimi. Mən qısa bir neçə tərcümələr etmişdim, amma onlar nəşr olunmamışdı. Mən onları təkmil hesab eləmirdim və düşünürdüm ki, nə vaxtsa roman ola bilərmi? Və özüm üçün şərt qoydum ki, mən tərcümə işini saxlayacağam və tam ürəyimcə olan, məni maraqlandıran bir mövzu, əsər olmayana qədər bu işə qol qoymayacağam. Elə də oldu. Psixo, mən hesab edirəm ki, mənim özümə maraqlı idi bu əsər, əsəri oxumaq. Filmlə əsər arasında hansı fərqlər var, rejissor hansı şəkildə ekran dilinə gətirib həmin romanı və romanda müəllif ədəbiyyat dilində necə onu ifadə edib, bunlar çox maraqlı idi. Bu prosesi özüm keçə-keçə artıq o romanın Azərbaycan dilində tərcümə olunması ideyası meydana gəldi. Və digər kitablar? Onun ardınca bir məşhur Yulian Semyonov adlı Rus detektiv müəllifi var. Onun Petrovka 38 romanı var. Onu tərcümə etmişəm. Çox qəribədir ki, Sovet dövründə çox məşhur olan bu müəllif mən araşdırdığım qədər Azərbaycan dilində heç vaxt işıq üzü görməmişdi. Niyə mənə qaranlıq qaldı? Üçüncü kitab isə Daniel Graninin Qorxu əsəridir. Bu tam bədii əsər deyil. Burada sənədli, bədii bir neçə novellalar da var, araşdırmalar da var, bir sənətşünas kimi münasibət də var. Qarışıq janrların birləşdiyi bir əsərdir və üçüncü kitab da həmin kitab. Babək Abbaszadə həm qələmi, həm də görüntünü yaxşı hiss edir. Yəni həm yazırsınız, həm çəkirsiniz. Hansı daha çətindir və ya hansı daha maraqlıdır sizin üçün? Mən hesab edirəm ki, əsas mənim işim rejissorluqdur, əsas ixtisasım və digər sahələr də bağlıdır. Çünki istər-istəməz rejissor mütləq mütaliə etməlidir, ədəbiyyatla sıx bağlı olmalıdır. Onsuz mümkün deyil. Sən istər-istəməz tələbat hiss edirsən ki, hansısa əsərlərə toxunuşlar eləyəsən və onların əsasında bəzən məlum olduğu kimi tərcümələr eləyəsən, yəni Azərbaycan dilinə gətirəsən onları. Bunlar hamısı xoşdur və əgər sən onları ürəyin istədiyin kimi, peşəkar səviyyədə hiss etdiyin kimi ərsəyə gətirə bilirsənsə çox xoşdur. Bizi dinləyən məsələn bir gəncə rejissor olmaq üçün nə lazımdır? Nə məsləhət görərdiniz? Əvvəla yəqin ki, dünya kino klassikası ilə yaxından tanış olmaq və o maraq hansı istiqamətədirsə, həmin ədəbiyyatı tapıb tanış olmaq. Kino nəzəriyyələri yəqin ki, artıq sonrakı mərhələdir bu təhsil müddətində, amma ibtidai olaraq yəqin ki, filmlərə baxmaq, klassik filmlərə baxmaq insanın zövqünü, dünya görüşünü formalaşdıra bilər. Babək bəy, mən sizə uğurlar arzu edirəm. Nə yaxşı bizə vaxt ayırdınız, gəldiniz. Sizdən yeni layihələr gözləyirik. Yolunuz açıq olsun. Təşəkkür edirəm. Mənə də çox xoş oldu və Sinema Radioya uğurlar diləyirəm. Hörmətli dinləyicilər, bugün Sinema Radionun Dost Sinema rubrikasının qonağı rejissor Babək Abbaszadə idi. Təşəkkür edirəm. Sinema Radio, Sinema Radio, Sinema Radio.